Hər çağınız uğurlu olsun. Qonaq otağı verilişini izləyirsiniz. Verilişimizin bugünkü ziyalı qonağı heykəltaraş Şıxəli Təhməzovdur. Xoş gəlmişsiniz Şıxəli müəllim. Dəvətimizi qəbul elədiniz. Verilişimizə qonaqsınız. Buna görə sizə təşəkkür edirik. Minnətdaram sizə. Minnətdaram bu çağırışınıza görə. Sizi onsuz da Şimal bölgəsində incəsənətlə maraqlanan insanlar tanıyırlar. Amma həm də istədiyi gənclərimiz tanısın, yetişməkdə olan gənc nəsil tanısın sizə. Biraz sizin ömür yolunuza nəzər salaq. Şıxəli Təhməzov kimdir? Mən deməli 1958-ci ildə anadan olmuşam. Xaçmaz rayonunun Alekseyevka kəndində orta məktəbi bitirmişəm. Mən böyük qardaşlarım rəssamlar olub. Onlar məni həvəsləndirdilər, istədilər ki, mən də bu sahəni seçim. Dedilər ki, Əzimzadəyə hazırlaş. 9-cu sinifdən başladım hazırlaşmağa. Gəldi, çatdı, imtahan vaxtı, imtahanların hamısını verdim, kəsildim ancaq. Yəni, o vaxtı böyük seçim vardı. Qayıdım, gəldim, çox peşman. Bir il fəhlə işlədim. İkinci ildə hazırlaşdım. Maraqlısı oldu, ikinci ildə imtahanları hamısını verdim, yenə də kəsildim. Ondan sonra qayıtmadım kəndə. Məni məsləhət bildilər ki, Razin qəsəbəsində, əvvəlki Razin qəsəbəsində bir 84 nömrəli oyma ağac sənəti üzrə rəssamlıq peşə məktəbi vardı. Orada oxudum. Sonradan ikinci ili qutarmamış olanı, çox mən maraqlı həyatım olub. Deməli, 2 illik texnikumu 1 ilin oxudum, 1 ildə gəlib Əzimzadəyə girdim. Əzimzadənin 3 ilini oxudum. 4-cü ilin qutarmamış institutda imtahan verdim, oraya girdim. Və hər dəfə də məni çağırıb məhkəmə yolunu istəyirdilər ki, qaytarsınlar dala. Ki, stipendiya almışsan, filan demirsən. İnstituta girəndə isə lap maraqlı, çox belə yadda qalan bir əhvalat oldu. O vaxtda akademik Aslan Aslanov rektor idi. Dərslər başlamalıdır sentyabrda. Mən indi sevinirəm ki, sentyabrda instituta girəcəyəm. Dəvətlədi ki, nazirliyi məktub göndərib, səni çıxartırıq. Sən qayıtmalısan 3 il işə. 3 ildir dövlətdən stipendiya almışsan. Belə çaşıb qaldım. Sonradan birazdan sonra girdim içəri, dedim ki, ay müəllim, mən pisləməmişəm ki. Mən aşağıdan yuxarı gəlmişəm də instituta. Soruşdu, atam varmı, anam varmı, filanım varmı? O biləndə ki, deyəsən o özü də biraz yetimliyinə böyüyüb. Dedim, mən ki, atamı görməmişəm. Hələ çətinliyinə böyümüşəm. Deyədə, olsun, yoxdur, mən nazirliyə yazaram ki, heç bir şey olmaz. Sən mənim tələbəm olacaqsan. Elə olub, instituta girdim. Axır 3 yerdən bir diplomum var. 3 məktəbdən. Ondan sonra qutardım institutu. Çox o qədər də pis qutarmadım. Nə mənada? Diplom müdafiəni mən Nəsrəddin Tusinə, onun obrazına elədim. Göndərdilər bədii fonda. Ancaq bədii fonda girmək üçün gərək mənim şəhər qeydiyyatım olmalıydı. Qalmağa yerim olmalıydı. Onların heç biri olmadığından gəldim rayona Xaçmaza. Xaçmazda 1 il şəhər sovetində memar kimi işlədim. Sonra da biraz işsiz qaldım. Bir tələbə yoldaşımız vardı. Xalı şirkətinin müdürü, xalçaçı Eldar, Nüsat xal rəssamıdır. Eldar Mikailov. Onun içəri şəhərdə idarəsi vardı. Orada işlədim. Sonradan Qubada universitet açılmışdı. İnsan Universitetinin filialı. Gəldim, bura işə girdim. 8 il burada müəllim işləmişəm. 8 il müəllim işləyib 2000-ci ildə sonradan dedim, bəs işləməyim, nə mənada? Çıxdım işdən, dedim, fərdi yaradıcılığına məşğul olacaq. Elə o vaxtdan, 2000-ci ildən 25 ildir fərdi yaradıcılıq edirəm. Necə bir ailədə böyümüsünüz, göz açmısınız? Dediniz, atanızı uşaq yaşlarınızdan itirmişsiniz. Kimlər olub valideynləriniz?
Deməli, atam Stalingrad vuruşmasının veteranı olub. Ancaq çox cavan, 42 yaşında rəhmətə gedib. O vaxt mənim 2 yaşım olub. Heç görməmişəm belə faktiki. 3 qardaş, bir bacı olmuşuq. Anam kolxozda fəhlə işləyirdi. Axı bir çətinliklə də, təxminən 50-60 manat maaşla dolandırırdı. Bu, bizim kənddə yeganə ailə idi ki, bütün ailənin üzvləri rəssam idi. Mənim böyük qardaşım incəsənətin keramikasını qutarıb. Kiçik, o məndən böyük ikinci qardaşım Tiflis Rəssamlıq Akademiyasını qutarıb. Çox serinin dövründə olan ən belə möhtəşəm məktəblərdən biri idi o. Mən isə incəsənəti qutardım. İncəsənətə maraq siz dediniz, bütün ailə üzvlərinizdə var idi. Böyük qardaş bizi aşılayırdı. Bu istək hardan doğmuşdu? O böyük qardaşda uşaqlığından rəssamlığa həvəs vardı. Məni isə yavaş-yavaş öyrətdilər. Dedilər ki, belə elə, hələ elə. Bəlkə də yersiz çıxar deyim. Deməli, imtihana hazırlaşıram 3 ilişə. Qardaş tapşırıq verib ki, bu kubu çəkməlisən, çəkməsən yadlı yoxdur. Səhərəcən gözüm başım yerə deyə bunu çəkirəm, xəttə alınmır ki, alınmır. İndi o xəttə alınmır, səhərəcən çəkdiyim əziyyəti, indi bu saat instituta hazırlaşan tələbələrə hər dəfə deyirəm ki, bax belə çətinliklə sənətə gəlmək olur. Onu keçəsən. Orta məktəb illərindən bağlı hansı xatirələriniz var? Ancaq həvəsli olmuşam ki, nə vaxtsa rəssam olacam, tanınacam güya. Mən məsəl üçün ilk işimi Victor Hugo'nun Səfirlər əsərini oxudum. 9-cu sinifdə idim lisənisində. Orada belə bir maraqlı illüstrasiya vardı. Jean Valjean kazetlərin əlindən tutub gedir. İllüstrasiya idi. Həmin onu ürəyimdən çıxırdı ki, ay Allah, bunu eləyə bilərəmmi görən? Jean Valjean o qədər mənim xoşuma gələn bir obraz idi. İlk işimi balaca bir plastilindən onu elədim. Elə bildim ki, dünyada da bunun tayı bərabəri yoxdur. Böyle o saat muzeyə qoyulacaq. Belə bir həvəs vardı. Neçə yaşınız var idi ilk işinizi 9-cu sinifdə idim. Yəni o 16-17 yaşım olan vaxt idi. Sonradan ki institutda kimə göstərdiniz? O əl işini ilk kimə göstərdiniz? Yəqin qardaşlarıma. Qardaşlarım gələn kimi o saxladım. Mən belə şey eləmişəm. Baxın. Onlar da düzdür. Pis söz demədilər. Dedilər ki, biraz da yaxşı elə. Burasını belə elə. Orasını elə elə. İndi bilirsiniz, sənətdə tezə başlayan adamı bu pisdir demək olmaz. Hələ tərifləyəsən gərək ki, o biraz da yaxşı işləsin. Mən də tələbələrə uşaqlar gələndə çəkmək istəyir, heç də bacarmır. Heç bir şey bacarmayan adamı allata, yavaş-yavaş belə xoşluqla ən primitiv bir şey başlatıram. Ən primitiv də, yəni mən də çəkərəm, uşaq başlasın, uşağı da çəkər, bu da çəkər. Allata, onun daxilindəki qüvvəni çıxartıram. Sonra ikincidə bir pillə biraz yuxarı. Bir sözdə onu inandırıram ki, sən deyə bilərsən. Elə mənə də elə bilər. Mənə də inandırıblar ki, qorxma, yaxşı olacaq. Mənim bir bəxtimə indi oxuduğum 3 məktəbdən bəxtimə nələr düşüb. Gözəl müəllimlər. Həddindən artıq gözəl müəllimlər. Rəssamlıq Əzimzadə adlı məktəbdə Allah rəhmət etsin. İndi Məhəmməd Salahov deyirdilər, önce Məhəmməd Salahov idi. O Üzeyir Hacıbəyevin ansamblında onun atası Salahov adına ansambl vardı. Onun oğlu idi, Baba Salahovun oğlu idi. O inan Allah atalıq edirdi uşaqlara. Elə şeylər başa salırdı, elə gözəl sözlər deyirdi. Öz həyatının çətinliyi, yaxşılığın başa salırdı. Deyirdi ki, institut qutarıb gəlmişdim. Birinci mənim işlərim Bir Qalan Sirri kinosundakı heykəllər var ha. Dəmirçinin heykəli, Mətanətin daşı dönmüş heykəli. Onlar idi. Həvəslənirdi. Görürsünüz, bax mən bunları eləmişəm. Siz bundan da yaxşılarını deyəcəksiniz. İnstitutda isə Allah lap belə
vaxtimizi açdı. Tokay Mamedov, Ömər Eldarov, Kemal Ələkbərov, Zeynalabdin İskəndərov, ayda bir dəhşət adamlar idi. Allah hər birini, indi bir Ömər sağ qalıb, obrazlar dünyasını dəyişib. Çox gözəl, yəni onların öyrətdiyi sahəni keçmişi. Tək mən yox, bütün o dövrün adamları. Baxın, vurğuladınız ki, müəllim kimi fəaliyyət göstərdiyiniz vaxt, indi də şagirdləriniz var. Siz fərdi yanaşırsınız, hər bir şagirdə fərdi yanaşırsınız ki, onların bacarığını üzə çıxarmaqdan ötürü. Bəli, bəli. Bir heykəltaraşdan ötürü, rəssamlığa, incəsənətə marağı olan bir insandan ötürü nə qədər vacibdir? Duyğu hissinin güclü olmağı. İstər qarşısındakının və yaxud da hansısa bir obrazı üzərində çalışırsa, obrazın ruh halını hiss eləmək. Gözəl, maraqlı sualdır. Deməli, hər bir gəncliyin bir qabağına qoyduğu prinsipal bir məqsəd olur. Hara çatım. İnstitut təxminən 3-cü, 4-cü kursunda bizə yavaş-yavaş öyrətirdilər ki, indi mən məsələyə qayıdacağım, sizin duyğu söhbətinizə. Öyrətirdilər ki, diplom işinə hazırlıq edin. Bu diplom işi də elə bir mövzu olmalıydı ki, mənim təsəvvürümdə. O, heç vaxt köhnəlməsin. Heç vaxt deməsinlər ki, bu, yəni həmişə qüvvədə olan bir şey olsun. Mən onu Nəsrəddin Tusidə axtardım, tapdım. Belə beynimdə gəldi ki, onun kimi böyük mütəfəkkir, filosof, astronom, belə adam hər millətə xas olan qismət deyil. Onun özdə obrazını axtarıb tapmaq məndə nə oyatdı? Həmin dövrün folklorunu, o paltarını, sonra fəlsəfi fikirlərini, sonra onun elmə yanaşmasının az para da olsa öyrəndim ki, bunu obrazını necə eləyəsən. Düzdür, elədim, qutardım. Özdəki eləyib diplomu qutaranda istədim filan yerlərdə zəifliyim var. Uşaqlara adi məişətdən olan kampaniyalara 5 verdilər, mənə 4 verdilər. Ziyan yoxdur. Ancaq fikirləşdim ki, mən bunu biraz böyüdüm. 2 dəfə, 3 dəfə onun heykəlini elədim böyük. Onlardan birini xaçmaza eləyib qoydum, alıb atdılar. Çox böyük bir abidə idi. Sonra ikincisini isə gördüm onu atıblar, bax ikincisin burada fotosu olmalıdır. Fikir verirsiniz? İkinci dəfə tezdən bunu elədim. Bu, mənim üçün bir fəxirdir. Yəni, onun mövzusu tutduğum, bəli, Nəsrəddin Tusidir. Deməli, məqsədində tutduğum Nəsrəddin Tusiyə gəlib çata bildim. Elə bir ki, onunla olan dostluğum həyata keçdi. Duyğum budur. Yəni, duyğunu elə saxlamaq lazımdır ki, çox maraqlı bir fikir deyim. Demək, yazıçılar, bir də bu sənətə aid olanlar necə adamlardır? Onlar bir dənə işi beynində tuturlar, beynində pişirirlər, hazırlayırlar. İndi işlənmə prosesi illərlə gəlir, keçir. İndi səndə o qədər qüvvə olmalıdır ki, birinci anda olan hisslərini saxlayasan. İş qutaranda o hisslər hiss olunsun. Bəlkə ola bilsin ki, bax, Fausti yazıb, nə bilim, 20 il yazıb, ötə. Çox ona mən adını maraqlanmışam ki, bu adam o 20 ili həmin hissi necə saxlasın. Bəli. Sonra Leonardo'nun Giocondo'su 4 il əmələ gəlib. O başlayıb, o istəsələ 2 saata da qutarardı. 4 il o hissi necə saxlayıb. Deməli, o hissi odur bedir. Getdiyi yol düz olmalıdır, fikirlərin təmiz olmalıdır, dəqiq olmalıdır. Bax, qutaranda biləsən ki, sən 20 yaşında elədiyin, filan yaşında elədiyinlə eyni bərabər nəticəni göstərir. Bu albomda görürəm ki, çox heykəllər var, hansı ki, şimal bölgəsindəki parklar da bəzəyir. Əksəriyyəti də Azərbaycanın tanınmış şairlərinin, mütəfəkkirlərin heykəlləridir.
Vurğuladınız, adamların əsərləri ilə tanış olursunuz, həmin dövrə qayıdırsınız, ruhən həmin dövrə qayıdırsınız, insanlar haqqında həmin heykəlini hazırlayacağınız insanların dövrünü araşdırırsınız, həm də bir araşdırmacısınız siz. Bəli. Yəni bir də var ki, yaradıcı insanlar var ki, hazır araşdırılmış şəkillər üzərində çalışır, amma siz vurğuladınız ki, siz araşdırırsınız. O Biraz da əsərlərə möhtəşəmlik verən budur. Çətin olmur ki. Yox, qətiyyən, o lap maraqlıdır. Qubada Nizam Parkında bir 15 dənə obrazın pis, yaxşı abidələrini eləmişəm. O yaxşı, tam 100% yaxşı ola bilməz. Çünki mənim işlədiyim material soyuq, kobud materialdır, betondur. O iş prosesi gərək təbii emalatxana şəraitindən çıxsaydı, onlar bir şedevrlər olardı. Ancaq o imkanlar yoxdur deyənə, birbaşa betondan, o sementlə olunub deyənə zəifliyi var. Ancaq bir əmması var. Ona baxan adamlar, yəni ki 15 dənə obrazı, onların əllərinə baxsa, elə bil ki, simfoniya orada başlayır. Hər bir adamın xarakteri onun əllərindədir. Həm də artıq biz bədən dilindən danışırıq. Bəli, bax, Füzuli əllərini belə qoyub, Axundov belə qoyub, Vahid bir saya qoyub, Nizami bir saya qoyub mütəfəkkir kimi. Onu necə təxmin eləyə bilirsiniz ki, məsələn, bu mütəfəkkirin bədən dili bu olubmuş dövründə? 100%. O necə təxmin eləyə bilirsiniz? Bax, Xəqani mənim üçün gümanımda artıq mədəni xərabələrini yazan mütəfəkkir kimi qalıb. Nizami onun haqqında deyib ki, kəş mən öləydim ki, sən mən şey eləyərdin, qəbrim üstə şeir deyərdin. Təəssüf ki, təhsin olub. Yəni, onun əli mütləq fikirdə olmalıydı. Həmin şeyi onda. Xüsusən heykəltaraşlıqda o ifadə tərzi qısadır, çətindir. Yazıcı nə var? Səhər tezdən günəş çıxdı buluddan, dağların dalından, oradan, buradan 100 dənə sözlə ifadə eləyə bilir. Ancaq heykəl onu eləyə bilmir. Orada ancaq imkan var ki, əlinin duruşunun müəyyən kiçik bədən dili dedizə, o detallarla verilsin. Bax, burada görünür Zərdabi rəhmətliyin əl işi. Qəzetin tutulmağı, kitabların üstünə əlin qoymağı onun daxili aləmini göstərir. Bilməm, sualınızı nə qədər əhatə eləyə bildim, ancaq bir qədər çətin sahədir bu. Özdə bir şeyin çətinliyi ondadır ki, bu mənim daxili sözümdür. Heykəltaraş biraz cəsarətli olur. Nə mənada? Yaratır, qoyur meydanda, zəifsə də, qüvvəlsə cəmaatın öhdəsinə. Cəmaat ona başlayır. Ya dalınca deyir ki, bu zəifdir, ya deyir ki, yaxşıdır, ya deyir pisdir. Axır, onu eləmək üçün insanda qüvvə lazımdır, daxili qüvvə lazımdır. Eləyəsən və inanırsan ki, ona cəmaat nəsə yanaşacaq. Şimal bölgəsi turizm bölgəsidir. Hər il mövsümündən asılı olmayaraq nə qədər turist gəlir və bu turistlər həm də Azərbaycanın tanınmış insanlarını tanımış olurlar, ziyalılarını tanımış olurlar. Vurğuladığınız material önəmlidir. Bir heykəlin hazırlamaq üçün material önəmlidir. Burada həm də heykəltaraş o qədər araşdırır, hazırlayacağı bir heykəl haqqında məlumat toplayır, araşdırmalar aparır. Onu araşdırdığı vaxt hiss eləyir. Hazırlayacağı insan hansı ruh halında olub. Bir də o hazırlayacağı materialın hiss eləmək var. O rəylər qədər vacibdir, düşünürəm ki, materialın olmağı. Siz dediniz ki, bəzən olmur, materiallar olmur, müxtəlif sementdən, betondan hazırlanır. İstəyirəm bir də həmin o materialların önəmindən danışasınız. Mənim yaşadığım mühit əyalət mühitidir, yəni şəhər deyil. Burada bronza tökmə sexləri yoxdur. Burada müəyyən o gipsdən qərib çıxartma sexləri yoxdur. Bütün bunları o qədər gərək şey eləyəsən ki, bəsit formada da olsa, hamısının rolunda bir adam oynayır. Onun üçün mən bu betondan eləyirəm. Başlayıb, elə onda da qutarıram. Düzdür. Ən yaxşısı bəs hansı olardı? Bronzadan tökmək. Bronza, demək, Mark Avrelinin əsrin 3-cü əsrində yaşayıb, imperator Mark Avreli.
Heykəlini indi remont elədilər. Romada qoyulan heykəlini. Yəni, 1000 illər keçir, ancaq heykəl qalır, çürümür, eləmir. O dözür şeyə. Yerdə qalan o Yunanistandakı o heykəllərin mərmərdən olanların çoxu qolu yox, qıçı yox. Yəni, sındırmaq mümkündür. Bronza yox, bronza möhkəmdir. Sonra, indi ona, o möhkəmsə də ona imkan yoxdur da. Təxminən bir heykəlin, 2 metrlik heykəlin o maya dəyəri bronzadan hələ bir 50-60 minəcən maya dəyəri olur. Mən ancaq çox belə onu demək də düzgün sayılmır. Mənə aldığım zəhmət haqqı heç onun materialının şeyi olmur. Yəni ki, heç kimdən istəyə bilmərəm ki, bu ölçüdə mənə pul verin ki, mən bunu belə edeyim. Çünki bu iş olunmalıdır gildən, özdə tələstirilməməlidir. Onu xırdaçılığına can, lazım olan qaydaya can elənsin. Sonra qəlibi çıxarılsın, o qəliblər geçsin sexə, sexdən tökülsün, gəlsin. Bir sözlə, bir dənə iş 3-4 ilə əmələ gəlir. Onun üçün elə ən bəsit formada bu şeylə, materialına razılaşıram ki, bunu eləyib qoymaq olar. Yəni, əslində, amma Şıxəli müəllim, bilirsiniz, sənət əsəridir. Sənət əsərlərdə elə keçmiş zamanlardan belə qorunub saxlanır, gələcək nəsillərə ötürülür. Elə bir materiallardan hazırlanmalıdır ki, yəni zəhmət tələb edir, o əmək sərfi olunub, qorunub saxlansın. Yəni, bugün hal-hazırda durum yaxşı deyil deyə sifariş verənlər tərəfindən nəzərdə tuturam. Əgər ən ucuza qaçılırsa, orada da yəni zəhmət çəkən heykəltaraşın zəhmətinə heyfdir ki, qorunub saxlanıb ötürülməlidir. Muzeylərdə görün nə qədər qorunub saxlanan sənət əsərləri var. Yəni belə əsərlərin də fikirləşirəm ki, tali elə olmalıdır, qorunub saxlanmalıdır. Mən sizinlə razıyam. Ancaq razı olmağımla bərabər durum budur ki, o bahalı heykələ heç kim gedmir də. Heç kim gedmir. Çünki bunun o maddi tərəfi çoxdur, bahadır. Beton da o qədər tərs şeydir, o qədər də tez xarab olmur. Sındırmasalar, filanləməsələr qalır. O sındırmasalar da doğru vurğuladınız. Bəzən olur ki, laqeyd yanaşırıq sənət əsərinə. Demirik ki, bunda əmək var. Lap hətta betondan olmasın, bir gildən olsun, bir saxsıdan olsun. Nədənsə zərər verilirlər. Parka gəlib istirahət edən adam zərər vurur. Belə məsələlər də var. Qubada Nəsiminin heykəli düz şahmat məktəbinin yanındadır. Deməli, mən onun barmaqlarını 4 dəfə, 5 dəfə düzəltdirmişəm. Hələ bir ki, həmin yeri bir də sındırırlar, İndi yəqin ki, nə vaxtsa dəvət olunacaq, onu tezdən remontluyum gərək. Barmaqların ikisini, üçünü sındırıblar. Yəni, belə də, o cavanlar, yəni, xırda yetişən uşaqlar hələ o səviyyədə deyil ki, bu insənət əsəridir, bunu qorumaq lazımdır. Mən o şairləri eləyəndə bir sizinlə fikirləşirdim. Deyirdim ki, hər şairin bir həvəskar bir adamı var. Kimi Vaqifin şeirlərinə həvəskarıdır, kimi bu şairin, kimi Müşfiqin, kimi Natəvanın, bir sözlə gələcək onun heykəli yanında öz hisslərini ona danışacaq. Bax, gör nə maraqlı olardı. Yəni, gənclik gəlir, özünün beynindən keçən, ürəyindən keçən şeyləri heykəlinə bölüşür. Cavanlar elə də olmur da. Cavanlar bir qədər başqa cür yanaşır. O cür yetkinliyə çatanacan heykəl 10 dəfə sınır. O ziyan yoxdur. Olsun. Buna səbəb nədir? Buna səbəb yəqin ki, məsələn, onsuz da orta məktəbdə o ədiblər keçilir. Ədəbiyyat kitabları da keçilir. Hansısa bir parkdan gedəndə deyək ki, Vaqif heykəlini gördü, Nizamini gördü, Nəsimini gördü. Ürəklərlə bir o heykəllə şəkil çəkdirmək düşmürmü? Və yaxud da ki, niyə o heykələ zərər gətirsinlər? Niyə əməyə sayğı yoxdur? Nəriman Nərimanovun o nadanlıq əsəri var. Orada deyir ki, səni kim öldürdü? Deyir, nadanlıq. Orada bir ziyalı gəlir, ona qarşı öz qaynıdır kimsə vurur, gülləliyir. Deyir, sual verirlər ki, səni öldürən nə oldu? Deyir, nadanlıq. İndi bu insanların
hamısı üçün deyə bilmərəm. Onu sındıran adamların nadanlığı, yəni dünya görüşünün azlığı. Bütün adamlarla da o başa saldı dərsini keçə bilməzsən. Onun üçün bırakırsan öz öhdələrinə yaxşı yanaşır, pisi də pis. Siz az öncə həm də vurğuladınız ki, tələskənlik istəmir, sənət əsəri tələskənlik istəmir. Fikirləşə, düşünə ərsəyə gəlməlidir, hazır olmalıdır. Ən uzun müddətə hazırladığınız əsər hansı olub? Biraz onu demək biraz nə mənada çətindir. 6 aya Xaçmazın quruğunda, indi Qubanın quruğu yolunun üstündə Koroğlu eləmişdim. 7 metr yarımlıq heykəl idi. 7 metr. Atın üstündə Koroğlu belə uzun müddətə işlənilmişdir. Çünki tez müddətə də olmur. Mənim bu işimdə ki, hər santimetrin öz əlindən çıxmasa, ürəyimdən olmur. Kimsə gəlib yanından falçıq atsa, onu həzmləyə bilmərəm. Hər şey özümlə mərəm. Azad sonradan o heykəli götürdülər, filan nədər, peşman nədər tulladılar. Çox heyif, çox möhtəşəm bir abidə idi. Bizdə nə anlaşılmazlığı var? Çıxartaq yox, bunu harası bir yerdə qoyub saxlamaq lazımdır. Saxla, bir 100 ildən sonra biz hamımız keçəcək dünyada, axır bu əsər kimi qalsın. Mənim Qubada gördüyüm ilk gözəl əsərlərdən biri Soyqırım abidəsi vardı, qəbristanlığı yanında. 2000-ci ildə eləmişdi, 2000-ci ildə. Orada bir gözəl ana abidəsi qoymuşdum. Yəni ortada ana abidəsi, sonra ətrafda da relyeflər. İkinci dəfə gəldilər ki, yox, dəyişilsin. Necə dəyişdilər? Götürüb ana abidəsini atdılar hasardan o tərəfə, üstünə də bir maşın torpaq. İndi o torpağın altında qalıb. Heyfim gəlirdi ki, buna belə yanaşmaq olmaz. İncəsənət əsəridir. Özü də o relyeflər o qədər gözəl mövzunu açmışdı ki, Qubanın mərkəzində ermənilərin o məscidə yığıb cəmaatın öldürülməyin, sonra böyük bir məzarlıqda onların meyitlərinin bastırılmağı çox gözəl tarixi bir sənət idi. O vaxt yadıma gəlir, tarix dərsini müəllimlər uşaqlarını bir yerdə gəlib, relyeflərin qabağında keçirdilər. Onu saxlamaq lazımdır. Bir əsər ərsəyə gəlibsə, heç vaxt gərəksiz olmamalıdır. Əlbəttə. Deyək ki, gərəksiz hesab edədilər. Onun heç olmasa müəllifinə gətirib qaytarmaq belə. Doğru olmazmı? Mümkündür, elə lazımdır. Kiçicik bir yerdə, lazımsız bir yerdə yer ayırasan, gətirib rayonda bəyənilməyən, lazım olmayan, vaxtı keçmiş sayılan abidələrə qoyuram. Yəni o zəhməti torpaqlayıb bastırmaq düzgün deyil. Bir də Şıxəli müəllim, sifariş alanda, deyək ki, bir sifariş aldınız. Onun artıq cizgiləri özünüz cizirsiniz, yoxsa konkret sizə deyirlər ki, bu formada olmalıdır. Yəni artıq bu cizili bu formada olmalıdır. Olmağına bu axır vaxtlarda Quba rayonu üçün 2 dənə abidə elədim. Onlardan biri şəhid jurnalistlərin parkında, biri də Dostluq parkında. Onların ikisini də eskizini mən elədim. Və elədim, onu bəyənilər, elədilər ki, çox yaxşı. Onların cizgiləri də özünüzə aiddir. Eskizlər hamısı özünüzə aiddir. Hər şey. Çünki onu adam, sənətkar özü yaşamalıdır. Düzdür, fərdi portret olmuş. O zaman sizə eskiz üzərində, yəni artıq eskiz verilir, onun üzərində işləmək. Bu daha maraqlıdır. Yoxsa eskizini də özünüz hazırlayanda daha maraqlıdır? Özüm eləsəm, əlbət ki. O nə vaxt onların tutar ki, tapşırılan şey eləyərsə, bir şəxsin portreti da onu ondan o yana özündən quraşdıra bilməsən də, bilirsən ki, bax, bu mövzunu belə elə. Və yaxud da ki, və yaxud deyirəm, sonra da cavabını da verə bilmərəm. Çünki elə yanaşma olmuyor məndə. Ki, desinlər ki, bu mövzunu elə. Heç, yəni, zakaz vermək söhbəti artıq neçə illərdir yoxdur. Axtarıb desinlər ki, burada belə bir şey deyirik.
o şeylər yoxdur. Onun üçün mən razılaşmışam ki, yoxdur da. Bəlkə hələ yoxluğu da mənim yaşımın qocalığı da bildirir ki, daha pensiyaya çıxmısan, sakaz da yoxdur, sakit dayan. Məncə yaşınızın indi elə çağıdır ki, indi o vurğuladınız, söhbətimizin əvvəlində vurğuladınız ki, yaş ötdükcə, yəni gənclik yaşından daha bir başqa cür yanaşırsan məsələlərə. Daha bir başqa duyğular olur o zaman. Yəni indi eləsəm daha müdrik bəlkə yaradıcılığınızın daha yaxşı zamanında düşünürəm. Mənim bu rayon üçün düz heç bunu demək də düzgün sayıla da bilər, bilməz. Belə fikrimdə var ki, giriş yerində yerdən çıxan ağacı üstünə bir dənə böyük alma obrazını deyim. O alma elə-belə forma olmasın. Bütün Qubanın xəritəsi olsun. Şah dağları, meyvəli bağları, filanları, onlar relyef kimi görünsün. Yəni o özü Qubanın simvolu olsun. Maraqlı. Bəli. Şah dağlarına tutmuş, Baba dağının şeyləri, buludlar, bir sözün nağıl, Quba nağılı. Elə bir şey bu saat eləyə bilərəm. Ancaq çox gözəl ideyadır əslində. Olsa çox maraqlı olar. Buna bənzər bir dənə iş var. Əvvəl qoymuşlar Başsovetin o qubernator bağı deyilən yerdə Vahidin portretin. Sonradan baxıb görürlər ki, yox, bu o qədər qiymətli bir əsərdir ki, çöldə baxımsız yerdə qoymaq olmaz. Gətirib Sovet metrosunun arxasında şəhərin içərisində kiçik bir parkın içərisində qoydular. Əsl tarixi abidə kimi. Və içəri girib onun yanında, onunla portret edirlər ki, sifəti vahiddir, arxası bütün nağıldır. Bütün nağıldır. Yəni ki, Abşeronun o dövrkü və yaxud da qədim dövrün miniatürlərindən olan obrazlar. Çünki Vahid qəzəl yaza baxır. Onun obrazları, ona baxanda adam istirahət edir. Elə bir şey istəyirdim ki, Almanın tipajında Qubaçını deyim. İndi qismət, ömür qismətliyə nə vaxtsa razılıq verərlər, nə vaxtsa mümkün olar, eləyərəm. Olmaz ya, yoxdur. Baxın, vurğuladınız ki, Şəhid Jurnalistlər Parkındakı abidə də sizə aiddir. Türkiyə-Azərbaycan Qardaşlıq Parkındakı abidə də sizə aiddir. Hansı hisslərlə hazırlamısınız? Hansı duyğular olub həmin heykəlləri hazırlayanda? Həm eskizini hazırlayanda, həm də heykəlin özünü hazırlayanda. O bir qədər o Türk-Azərbaycan dostluğunda elə tapıntım mənim iki əlin içərisindən çıxan palıd qozasının yaşıllığıdır. Yəni ki, bu heç vaxt hələ tezə əkilib. Tezə, bundan sonra o həyatda öz izin bildirəcək. Tapıntım o olub, maraqlı. Ancaq Şəhidlər Jurnalistlər Parkındakı isə o lap doğma bir əsərdir mənim üçün. Çünki orada lent vermişəm, orada yazıq jurnalistlərin həyatını vermişəm və onların bütün fəaliyyətinin elementlərini orada vermişəm. O biraz mənim üçün daha şirin gəlir. Orada deyilən sözlər daha çoxdur. Deməyim nədir. Burada bir qədər rəsmi idi. Az imkan vardı izahat verməyə. Ancaq orada çox idi. İmkan olmuş olsaydı daha yaxşı işlər eləyərdim, daha gözəl əsərlər yaratardım. O da ömür qismətləsə. Söhbətin əvvəlində dediniz ki, cəhd elədiniz, ali məktəbə girməyə alınmadı. Amma qayıtmaq istəmədiniz rayona. Bu nə ilə bağlı idi? Bir dəfə qayıtdım. İkinci dəfə qardaşlar məsələ görür, yox da qayıtma da. Qayıdanda o cür hazırlaşa bilmirsən axı. Onun üçün verdirdilər Razindəki peşə məktəbinə. O peşə məktəbi həqiqətən də məni həvəsləndirdi. Mənim içimdəki bütün arzuları daha da qaynatdı ki, necə ola bilər? O bacarır, mən bacarmayam. Elə bir ki, civə kimi içimdə həvəsləndirdi məni. Çox bir maraqlı dövr keçirmişəm o dövrdə. Özdə bəxtimə də nə gəlib? Hər bir şey həyatda itirən şey yoxdur. Deməli, Razində oxuyan müddətimdə gecə qalmağa, dolanışıq üçün işləməyə gəlib çıxdım
İnsan institutunun həyətinə ki, pul verim, onun yataqxanasında qalım. Kombinat idarə bizdə axşam sistemini işçi lazımdır. Axran. 60 manat maaş verəcəyəm, otaq verəcəyəm, televizor verəcəyəm. Axşam qapılar bağlayacaqsan, açacaqsan. İşin bu olacaq. O bir ildə Azərbaycanın bütün Qarafey sənətkarların hamısını orada gördüm. Mehdi Məmmədovdan tutmuş, Əlağa Ağayevdən tutmuş, Siyavuşdan tutmuş. Bir sözdə Azərbaycanın bütün Qarafeylərini orada gördüm. Bütün Qarafeylərini, Lütfiyar İmanovu, sonra kimi, sonra Mikail Mirzəyevi, sonra bir sözdə Azərbaycanın insənətin mənim qalmağım mənim üçün elə bir ki, baz oldu, maraqlı oldu. Evet. Baxın, incəsənət sahəsini sevən şagirdləriniz var bugün, qeyd edirsiniz. İncəsənət sahəsini seçən insanlar həm də bir qabiliyyət imtahanlarını da keçməlidirlər. Bu mərhələsi də var. Onlardan yaradıcılıq bacarığını əvvəlcədən görə bilirsinizmi? Hər bir insanda incəsənət bacarığı var. Yoxdur deyəndə də var. Bacarmıram deyəndə də var. Əsas onu dartıb çıxartmaqdır bayra. Onun üçün tələbə də nə gəlir? 2-3 nəfər tələbəm olur. Onların indi bacarıqlısı da olur, bacarıqsız da olur. O bacarıqsızı da elə edirəm ki, yavaş-yavaş özündən xəbərsiz onun daxilini çıxartıram bayra. Bu bir müəllimlərin belə 90%-nə aid olan şeydir, sirdir. Bu da indi mənim bəxtimə, mən tez tuturam. İnsanın bir aydan sonra özü çaşı qalır ki, mən bunu bacarmırdım, necə bacardım? İkinci ay dedirəm, mən şəkil çəkirəm. Üçüncü ay artıq sərbəst buraxıram ki, bax, bunu şəkil çək. O insanları birinci özün özünə tanıtmaq lazımdır. Öz daxilinə söhbət edib, içindəkini çıxarsın və onu da həvəsləndirirsən, cilvələyirsən, tərifləyirsən, ümid verirsən, bacarır. Bəlkə də bir 10 dənə uşaq hazırlamışam, giriblər hamısı. İnstitut tələbələrdir. Şimdi bu saat bir 4 dəfər hazırlayıram. Onlardan da yəqin gəldi 4-ə girəcək. Yoxlama prosesi necə gedir? Qələmi necə tutmaqlarına, fırçaları necə? Öyrətirəm. Onların hamısını öyrətirəm. Mən başlayanda dərsləməyə demək, noldan. Bunları başa salıram ki, əlifbada, hüsn xəttə birinci hansı xətti çəkirlər? Bax belə, A-nın bir tərəfin, sıfırı, o vursun, bu vursun. O nöqtədən başlatıb öyrətirəm. Yoxsa gəl şəkil çək deyib qoymuram. Sonradan gəlib onu yetişdirəm bir ay. O məqsədə ki, yumurtanın şəklini çəkə bilər. Yumurtanın da mən bunları belə başa salıram. Yumurta insan sifətinin ümumi formasıdır. Yumurta həqiqətən elədir. İşıq kölgəni belə-belə eləyən kimi sifət əmələ gəlir. Yavaş-yavaş onu da öyrətəndən sonra portreti öyrətirsən. Yəni, maraqlı o keçiddir, proseduru deyirlər. Uşaqlar da qəbul edir. Uşaqlar da dərk edir. Dərk edəndən sonra da artıq mən üçün rahat olur ki, bilirsən ki, bu girəcək. Deyirsən, girməyə bilən, zəif olan tələbələr də olur. Onların ümidini qırmırsan. Onlara ümidi çox verirsən. Ki, deyirsən ki, ondan da yaxşı eləyəcəksən. Bax, belə. Şıxali müəllim, sizlə söhbət elədikcə insanın içindən rəssam olmaq keçir, heykəltaraş olmaq keçir, o qədər sənətə maraq oyadırsınız. Bugün yaşamınızın bu çağından dönüb həyat yolunuza baxanda, həyatınızın hansı dönəmini əbədləşdirmək istəyərdiniz, bir heykəl yaratmaq istəyərdiniz, həyatınızın hansı dönəmini, eskizini çizardınız? Öz həyatıma? Bəli. Vallahi, heç bir. Belə yalandan nəsə deyə bilmərəm ki, mən bu dövrümü belə eləyərəm. Bu dövrümü yaşatmaq istəyərdim. Elə necə var, qoy həyat geçsin. Bugün ailənizdə sizin yolunuzu davam elətdirən kim var? Ailəmdə bir oğlum Əzim Əzimzadəni qurtarıb. Qurtardı, bir neçə illər yanımda mənə kömək elədi. Sonradan bir 3-4 il ümumiyyətlə iş olmadı. Ümumiyyətlə, yəni insənata aid sifariş olmadı, filan olmadı. O uşaq dəyişdi həyat yolunu.
başqa sahədə işləyir. Çünki onu mən məcbur eləyə bilməzdim. Məcbur deyəndə nəticə olmayan bir şeyə məcbur yoxdur. İncəsənət məcbur. Ancaq mən özümü məcbur elədim ki, döz. Bütün dünyanın praktikası elə mənim kimi olur da, cəmaat hamısına elə başından tökülmür. Hamısı gözləyir, müddət çatanda, vaxt çatanda, qisməti olanda nəsə yarata bilir. Özdə mənim yaratdığım əsərlər elə kamil əsərlər deyil heç biriyə. Bir işi ürəyim istəyən kimi eləmək üçün ona mütləq imkan lazımdır. Mən heç bir şeyin fikrini çəkmədən eləməliyəm onu. Filan şey yoxdur, peşman şey filandır, sən gəl sənəti o sağ eləmək olmur. Kimə də desə, başa düşmürlər. Ancaq yenə də hələ şükür Allaha ki, ürəyimdə o his var ki, yaratmaq həvəsi qalıb. Bu yaratmaq həvəsiniz, istəyiniz heç zaman ölməsin, sönməsin. Sizə uzun ömürlər diləyirik və yaradıcılıq uğurlar arzulayırıq. Bəzən deyirsən ki, 65-dən o yana yarata bilməzsən. Yox, cəmaət elə bundan sonra başlayır. Həyatının ikinci dövrünü, yaratmaq dövrünü. Verilişimizin sonuna yaxınlaşırıq. Son olaraq bir tövsiyəniz, ziyalı olaraq gənclərimizə nə olardı? Çətin sual oldu. Çətin sual oldu. Gəncliyə birinci, mən indi ümumi təmtəraqlı sözlər kimi olmasın. Birinci ümumiyyətlə vətənini sevsin. Vətənini onun üçün sevsin ki, onu qorumağına dəysin. Dədə Qorqud rəhmətli demişkən. Sonra onu elə gözəl bir formaya salasan ki, yaşamaqla dəysin. Bizim gənclər o qədər də zəif doğrudan insanlar deyil. Onların bir balaca yönəltimi düz yönəlsən, insaniyyətdə belə möcüzələr yaratar. Hamısı. Hamısı deyəndə hamısı o işlə məşğul deyil. Dağda yaşayan, tutar ki, qoyun otaran da həmin hissə malikdir. Filan yerdə olan da malikdir. Ancaq onları düzgün yönəltsən. Mənə elə gəldi ki, bizim gəncliyimiz hələ bundan sonra ikinci tarixi yazacaqlar. Çünki şükürlər olsun ki, bu müharibədən vətənimizi Allah qalib çıxartdı. Hələ bundan sonra qələbə tariximiz bundan sonra olacaq. Yaxşılıqlar tarixi bundan sonra olacaq. Düzdür, çətinliklər də keçəcək. Müəyyən filanlar da keçəcək, yaxşılıq qalacaq. Çox sağ olun, təşəkkür edirəm. Belə dəyərli izləyicilər, daha bir verilişimizin sonuna gəldik. Xatırladım ki, verilişimizin qonağı heykəltaraş Xəlil Təhməzov idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Hələlik.